Avans nədir və hesabatlarda necə tanınır? Avans anlayışını iki kateqoriyaya bölərdim. 1. Bizim ödədiyimiz avans. 2. Bizə ödənilən avans. Bizim ödədiyimiz avans prepayment də deyə bilərik. Bizim üçün aktivdir. Debit, prepayment, kredit, cash olaraq hesabatda tanıya bilərik. Bizə ödənilən avans isə bizim üçün öhdəlikdir. Burada əsas baxmalı olduğumuz nöqtə məhsul və ya xidmətdir. Əgər məhsul və ya xidmət ya bizə gəlməyibsə, ya biz transfer eləməmişiksə, ortada hələ gəlir və ya xərc tam olaraq tanıya bilmirik. Nümunəni gəlin öhdəlik üzərindən davam edək. Yəni alınmış avans üzərindən. Təsəvvür edək ki, müştəri bizə 10 ədəd məhsul çatdırmaq üçün 1000 manat pul ödəyib. Amma biz hələ məhsulu çatdırmamışıq. Pulu alsaq belə, standartın tələbinə əsasən bizim hələ gəlirimiz yoxdur, hələ income tanıya bilmirik. Pulu alanda debit cash, kredit unearned income tanıyırıq, yəni qazanılmamış gəlir tanıyırıq. Məhsulları təqdim elədikcə, məsələn, 2 dənə məhsulu təqdim elədik. Deməli, 200 manatlıq transfer eləmişik. Belə olan halda 200 manat qazanılmamış gəlir öhdəliyimizi debit, kredit eləyirik qazanılmış gəlirimiz, yəni income. Biz məhsulu transfer etdikcə artıq bizim qazanılmamış gəlirimiz qazanılmış gəlirə çevrilərək mənfəət və ya zərər hesabatına transfer olunur. Yəni, alınmış avans alınan zaman maliyyə vəziyyəti haqqında hesabatda, xidmət göstərildiyi zaman isə mənfəət və ya zərər hesabatında olur. Ümumiləşdirsək, bizim ödədiyimiz avans aktivdir, bizə ödənilən avans bizim öhdəliyimizdir.